Peygamber ve Ali Peygamber salavatla yad edək. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve accil arecehum. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Qale emirel müminin Mevla Ali ibn Abi Talib aleyhisselam. Yani Emir el-Muminin aleyhisselam buyurur. Eyni keçən dərsdəki mövzun başlığıdır. وَاسْتَدْلِلْ عَلَى مَا لَمْ يَكُنْ بِمَا كَانَ فَإِنَّمَا الْأُمُورُ أَشْبَاهُ. Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxart. وَلَا تَكْفُرَنَّ ذَا نِعْمَةَ فَإِنَّ كُفْرَ النِّعْمَةِ مِنَ الْآمِ الْكُفْرِ وَاقْبَلِ الْعُذْرَ. Çünki işlər bir-birinin oxşarıdır. Nemət sahibinə naşükür olma, nemətə qarşı naşükürlük ən alçaq küfürdür. Üzrü qəbul edən ol. Nəticə bəlağədən ki, bu vəsiyyət oradandır. Əmir el-Muminin aleyhisselamın bilməyən əzlər üçün təkrar deyək, bilənlər üçün də təbərrük olsun. Övladı Həzrəti İmam Həsən-i Müctəba aleyhisselama olan vəsiyyətindən nə gözəl sözdür, olmamışlar. Yəni, nə qədər ki, hadisə baş verməyib, sən dərs çıxart. Biz bunu kesin dəfə dünyasını dəyişən şəxsin bir cənazə namazını iştirak eləməklə bağlı əlaqələndirdik. Biz buna çox misal çəkə bilərik. Sən də maşın sürürsən, getdiyin yerdə bir qəza edən şəxsi gördün. Diqqətli olmaq lazımdır. Qəzanın təkcə sürət yaratmır. Bəzən asfalt çökür, maşın düşür quyunun dibinə. Bəzən texniki nasazlıq olur, əyləc işləmir də, tormuz deyirik biz buna. İşləmir, maşın gəlib düşür, dərdən aşağı yuvarlanır. Biz son dərəcə diqqətli olmalıyıq, məsuliyyətli olmalıyıq. Olan hadisələrdən zamanında nəticə çıxarmalıyıq. Tarix bizə bu dərs keçir. Tarix bizə bunu öyrədir. Vay o gündən ki, biz baş verən hadisələrdən nəticə çıxara bilmirəm. Bugün kimi dindirsən, deyəcək duam qəbul olunur. Bircə çox narahatam, bir deyəcək çox ürəyim sıxılır, həyata marağım yoxdur, bircə özümə qəsd eləmək istəyirəm, bircə çıxıb getmək istəyirəm. Bütün bunlar baş verən hadisələrdən nəticə çıxarmamağın məhsulu. Bir səbəbi də budur. Bir səbəbi də budur ki, biz baş verən hadisələrdən nəticə çıxarda bilmirik. İstəsək də eləyə bilmirik, fikirləri toparlaya bilmirik. Çünki düşüncə və fikrimiz hələ də qopmur dünya nemətlərindən. Ya dərs çıxartmaq istəmirik, ya dərs çıxara bilmirik. Amma mən deyərdim ki, dərs çıxara bilərik, amma istəmirik. Çünki dərs çıxarmaq bizə sərf eləmir. Həzm eləyə bilmirik biz bəzi. Biz ədalət deyirik, amma özümüz ədalət həzm eləyə bilmirik. Məsələ budur. Özümüz həzm eləyə bilmirik. Problem bundadır. Həmişə bu elementar misal çəkirəm da, özümüzə gələndə Allahdan rəhmət istəyirik, başqasına bəzən qan qarğış edirik. Ki, Allah səbəb olsun. O da özünə görə bir səhv eləyibdir, onu da Allahdan bağışlanmaq istəyir. Biz düşmənə balta gözündən baxmalı deyilik. Düşünməyək ki, düşmənə ancaq balta gözündən baxmaq olar. Çox təəssüf ki, vay o gündən bir nəfər səhv eləsin bizə qarşı, bizim qarşımızda. Ki, həmişə onu əlimizdə bir bayraq kimi tuturuq. Amma biz sadalasaq özümüz nə qədər Allaha qarşı ədəbsizlik eləmişik, Allah övliyasına qarşı ədəbsizlik eləmişik, nə qədər. İmam bir olmuşlardan nəticə çıxart. Nə qədər ki, olmuş hadisələrdən sənin həyatında baş verib, bunu özünə bir dənə dərs bil, özünə bir dənə bunu ulğu bil, nümunə bil, bundan dərs çıxarmağa çalış. Hətta saxla, tarixin analoji metodu bilsinədir, işlər bir-birinin oxşarıdır. İmam bu da təcrübə anlayışını irəli çəkir, təcrübə. Sən ki, çətinlik görmüş adamsan, sən ki, zəhmətlə qazanan adamsan, sən ki, əlbin əziyyətinlə qazanan insansan, niyə o problemlərdən sən dərs çıxarda bilmirsən, niyə? Niyə bunu öz və övladı baş eləyə bilmirsən, gələcəyini qura bilmirsən? Nə qədər valideynlər var, deyir, uşaq mənə oxşamadı, deyir, üzr istəyirəm, deyir. Bu getdi uşaq kimi oxşadı. Bəhanə üçün də bəzən
Görsən bəzi adamlar var, getdi, yoldaşın tayfasına oxşadı. Yox. Problem bizim baş verən hadisələrdən nəticə çıxara bilməməyimizdir. Buna imam deyir, təcrübə məktəbi. Yəni, tarix sadəcə keçmiş hadisələrin siyasi deyil. İnsan fitrətinin qanuna uyğunluğudur. Başa düşürsünüz? Bizim içimizdə bir dənə mexanizm onu oyatmaq lazımdır. Bir dənə fitrət deyilən bir şey onu oyatmaq lazımdır. O oyansa, o qalxsa, insan bəndəçiliyində süs yanaşmayacaqdır. O görürsünüz, bəzi günah ilə insanlar var, sonra peşman olurlar, bir də o səhv edəmirlər. Niyə? O peşmançılıq duyğusu gəldi, o səhvin ağır nəticəsini gördülər, bir də o səhv edəmir. Bir də o səhvə qayıtmır. Niyə? Səbəb budur ki, artıq o səhvdən dərs çıxara bildi. İnsan nəfsi yadda saxlayın. 1000 il bundan qabaq nə etsə indi odur. Dəyişən sadəcə fiqurlardır. Dəyişən sadəcə fiqurlardır. İnsan nəfsi 500 il bundan da qabaq həmin nəfsi idi, indi də həmin nəfsdir. Sadəcə nəfsin ötürəcəyi hisslər, fiqurlar dəyişir. 500 il bundan qabaq dəvəyə marağı var ki, indi məsələn maşına marağı var. Əlbəttə, dəvəyə maşına maraq eyib deyil, ha? Söhbət bir şeyə rəğbət bəsləyib Allahı yaddan çıxarmaqdan gedir. Bizi bəndə ilə eləyən əsas səbəb budur. Allahı tanıya bilməkdir, o mərifətə sahib olmaqdır. Bir hadisə baş verir. Baxın, bir dənə modern bir tədbiq, müasir bir tədbiq ilə bu məsələyə yanaşaq. Bir dənə hadisə baş verəndə imam buyurur ki, bizə bunun keçmişdəki analogu nə idi? Nə idi? Bu avtomatik olaraq bizdə bir analitik təfəkkür formulaşdıracaq. Mesela bugün bir dənə hadisə baş verir. Mənim o hadisəyə münasibətim nədir? Bəli, tamam, o hadisə sənin məntəqəndə baş verməyib. O hadisə neçə 100 min kilometrlərdən hansısa bir məntəqədə baş veribdir. Mənim ona qarşı hissim nədir? Mənim ona qarşı fikirlərim nədir? Çünki bizdə var da bəzən bu cürdür. Şimdi mən nəyimə lazımdır? Yəni sən düşünürsən ki, hərlənib fırlanıb sənin də həyatında baş verə bilər. Nə qədər belə hadisə olub ki, şimdi nə işimə qalıbdır, amma gəlib onun həyatında bu hadisə baş veribdir. Yəni imam burada deyir ki, keçmişdə baş verən hadisələr və ya başqalarında baş verən hadisələr bugün analogu nədir? Yəni keçmişdə Yezid və İmam Hüseyin var idisə, məsələn, insan nəfsin və ağlın var. Yəni, sənin nəfsi bugün Yeziddir, ağlında İmam Hüseyindir. Bax gör, hansı bir-birinə üstün gələ bilir. Bax gör, hansı bir-birinə qalib ola bilir. Bax gör, bunlar nə qədər bir-birinə tənzimləyə bilirlər, nə qədər bir-birinə üstün gələ bilirlər, hansı daha qalibdir. Nemətə qarşı naşükür olanda, küfr nemət olanda insanı ən alçaq küfür aparacaq, ən alçaq əməl aparacaqdır. Və nəticə etibarilə sən düşünə də bilməyəcəksən. Yəni bizim dərd çıxara bilməməyimizin bir səbəbi naşükür olmağımızdadır. Bu da mühüm məsələdir, ha. Adam var, deyir, çox narahatdır. Niyə narahatsan? Deyir, nə bilim, keyfim yoxdur. Bil ki, sənin şükürlüyündə problem var. Şükürləməyində problem var. Baxırsan, çox bahalı maşın sürür. Amma elə bir dənə xırda bir detal var ki, o detalın detal ya təmizlənməlidir, ya silinməlidir, ya dəyişilməlidir. O boyda neçə minlik maşın bir dənə xırda detala görə işləmir. İşləsə belə, onun üçün, məsələn, görürsən adı maşında istəyir səs eləyir maşın. Görürsən, bir dənə sürücüdür, maşının səs eləməyinə görə narahat olur ki, maşının səsi. Amma halbuki o səsin gəldiyi yerin 15-20 manat xərci var. Maşının özündə harca bir 50-60 min xərci var. Biz onun vaxtında düzəltməliyik, zamanında ona diqqətlə yanaşmalıyıq, məsuliyyətlə yanaşmalıyıq. Biz o nemətlərin şükrünü zamanında eləməsək, vaxtında eləməsək, hər gün yada salmasaq, görsən, hər gün yol çıxan adamlar maşının altına baxırlar. Maşının altına baxırlar. Çünki yol çıxıram mən. Uzun məsafə qət eləyəcəm. Görürsünüz, avtovağzalda rayon avtobusları maşınlar neynirlər? Yol çıxmamışdan öncə avtobusun altına baxırlar. Avtobusu yuyurlar, təkərini yuyurlar, salon təmizləyirlər. Ki, müştərilər
sərnişinlər o çıxan saatda geçsinlər rayona, o avtobusdan geçsin. Niyə? Təmizkarlığı var, avtobusun yaxşı xidməti var, gözəl sürür. Biz də həyatımızın yaxşı sürmək üçün bizim müştərimiz Allahdır da. Məhsulumuzu ən yaxşı müştəriyə satması o da Allahdır. Biz bir dəfə bunu demişik. Satıcı ilə alıcı arasında həmişə bu rəqabət var. Satıcı baha satmaq istəyir, alıcı ucuz almaq istəyir. Amma Allah nə deyir? Deyir, sən nə qədər baha satsan, mən o qədər baha alacam. Mənə baha sat deyir. Yəni, mənə əməllərimi yaxşı təqdim elə, mənim hüzuruma yaxşı əməllə gəl. Mən sizəm daha baha alım, daha yaxşı qiymətləndirim. Allah bizdən bunu istəyir. Allah bizdən istəyi budur. İmam da bu da deyir ki, nemətə qarşı naşükür olma. Nemətə qarşı naşükürlük gətirib küfrə çıxacaq və sənin düşünmən də yaddan çıxacaq. Adam bu görsən imkanlıdır, nə qardaş sayı, nə bacı sayı. Bir adamlar bilmirəm, siz cəmiyyətdə görmürsünüz. Adam var, soruş, dayım var, əmin var. Əşkili olmaz olsun elə dayıdan, elə əmidən. Soruşsan ki, biraz qurtlayırsan ki, niyə, nə olub, nə məsələdir, bir balaca da. Əlbəttə ki, kimisə şəxsiyyətlə maraqlaman yaxşı şey deyil. İndi söz şurada, məlum olur ki, bunun qohumlar çox imkanı. Bunlara bir nəzər eləmir. Niyə? Məlum olur ki, o imkanlı qohum biraz şükür baxımından zəif, naşükürdür. Yaddan çıxıb bütün qohum əqrəb. Adam var, pulu parası ata-ana yaddan çıxır. İldə bir dəfə gəlib rayonda ziyarət edir, məsəl üçün. Adam var, ancaq ildən ilə, Ramazandan Ramazana gedib atasının qəbrini ziyarət edir. Adam var, atasının qəbrini ancaq ad gündə və ölən gün ziyarət edir. Bu vaxtları xatırlayır. Necə ki, bəzi insanlar İmam Hüseyni Məhərrəm ayında xatırladığı kimi. Necə ki, bəzi insanlar oruç deyəndə ancaq Ramazan ayı düşünürlər, onun kimi. Məsələ budur. Necə ki, bəzi əzizlərimiz əhya deyəndə ancaq qədə gəzənir. Amma halbuki insan normalda da əhya oyaq qalmaq mənasındadır. Həy sözündən diri qalmaq mənasındadır. Yəni, o insan ki, oyaq qaldı, ibadətlə məşğul oldu, əhya da olsun. Biz bunun fərqinə vara bilməmişik, biz bunu düşünə bilməmişik. Bizim dərs çıxara bilməməyimizdə əsas səbəblərdən biri də üzrü qəbul edə bilmir. Bu da üçüncü kateqori, üçüncü prinsipdir. Üzrü qəbul edən insan əff edən olmağa çalış, əff etməyə çalış. Bu bacarıq səndə olsun. Təbii ki, biz demirik, bütün hər şeyi əff elə. Yox, hər şeydə baxır nəyə əff eləyərsən. Adamın düzəlmə ehtimalı varsa əff elə. Sən uşaq deyilsən. Başa düşürsən ki, o insan kimdir? Adamın əff olunma ehtimalı varsa əff elə. Sən başa düşsən ki, bu adam sənə onu əff eləməklə düzələcək, onu əff elə. Deyir, mən haradan bilim ki, düzələcək. Bax ki, nə qədər meyillidir. Bax ki, düzəlməyə nə qədər meyillidir bu insan. Onda biləcəksən ki, onu əff edək, yoxsa yox. Çox maraqlıdır. Bir dənə söz deyim. Üzrü qəbul etmək cəmiyyətdə ən böyük sosial mexanizmdir, yadda saxlayın. Üzrü qəbul etmək cəmiyyətdə ən böyük mexanizmdir. Yəni nə? Yəni bu maşın işləsə, bu mexanizm hərəkətdə olsa, insanlar bir-birini başa düşsələr, anlayış göstərsələr, üzrxahlıq qəbul etsələr, cəmiyyət düzələr. Cəmiyyət çox tez bir zamanda düzələr. Çox tez bir zamanda. Mərhum Ayətullah Əllamə Təbətəbayidən istəyirəm bir dənə bir misal çəkəm sizə. Çox böyük arif olub, çox böyük mütəfəkkir olub Əllamə Təbətəbayi ki, əslində Məhəmməd Hüseyin Təbətəbayidir, bilirsiniz, əslində Azərbaycanlıdır. Onun həyatından bir dənə nümunə istəyirəm mən çəkəm əzizlər üçün. Deməli, bir gün Əllamə Təbətəbayi dərs deyirdi. Allahın bir suyunu da verən olsa bir içədi boğazımızı yaşlayardıq. Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Kərbəla şəhidləri, Azərbaycan şəhidləri ruhlarının şad olması üçün, Qarabağ şəhidlərimizin ruhlarının şad olmasına, qazi qardaşlarımızın şəfasına Peyğəmbər və ali Peyğəmbər salavatla yad edək. Allahümmə səlli alə Muhammed və ali Muhammed və əccil fərəcəhum. Buyurur ki, bir gün Əllamə Təbətəbayi dərs deyir. Dərs vaxtı bir dənə tələbə öz ustadını, Əllamə Təbətəbayini
Çox sərt tənqid edir. Əyləş, əyləşməyin olursan. Çox sərt tənqid edir. Baxın, bir dənə tələbə müəllimini sərt şəkildə və kobud şəkildə tənqid edir. Məsələn, tələbə məsələsini adətən tələbə müəllimə sual və nəcür sual. Müəllim filan şey mənə aid olmadı. Bir də var ki, adam sərt şəkildə bu niyə belədir? Sən niyə sən kim falan belə söz deyirsən? Belə bir sərt və kobud şəkildə öz müəllimi, öz kimi Əllamə Təbətəbai tənqid edir. Hətta deyir yazırlar ki, biraz da etik qaydaları aşır. Yəni, adam bir dostunla söhbət eləyəndə, ta ki, mən Paşayevlə söhbət edirəm, mənə bir məsləhət verir və ya mən məsləhət verirəm, məsələn, məsləhəti elə verirəm ki, adam bir sən mənə deyir, üzrsə, o söz var, deyir, sən mənə deyir, söylsən bundan yaxşı idi. Müəlliminə sual verir, irad bildirir, etik normaları aşır. Yazırlar ki, mərhum Əllamə Təbətəbai çox sakitcə dinləyir və heç bir cavab da vermir. Dərs bitir, tələbə öz kobud hərəkətinə görə utanır, peşman olur, gəlir Əllamənin yanına, ağlayaraq üzr istəyir. O bizdə var axı, bəzən özümüzü göstərmək istəyirik. Müdürün yanında, rəisin yanında, bir müəllimin yanında, bir tanınan sima varsa, adətən bizdə bir cürdür ki, özümüzü göstərmək üçün qulluq edirik. Bəlkə də normalda onu o qədər də biz saymarıq. Qıraqdan onun adaya falan kəs. Amma o görən kimi əsməzəyə düşürük. Xüsusən bir toplum olanda hətta gəlib salam da verirsən. Bəzi adamlar var, qucaqlayırlar ki, sanki sənin yaxınındır. Belə rəftar edən insanlar da var. Sənin yaxınınmış kimi rəftar edir. Bəziləri öz müəllimlərindən, böyüklərindən, rəislərindən, məsələn, belə insanlar var ki, özünü xoş göstərirlər. Və qıraqdan baxanda da belə bir təəssürat yaransın ki, bu onun rəisinin, o müəllimin, o böyüyün adamın, o məşhur insanın adamıdır. O cəmaat da buna hörmətdən yana. Bəzi adamlar var da, hörmətdən hörmət qazanmaq istəyən adamlar var. Bu tipdə insanlar var. Mərhum Əllamə Təbətəbai yaxşı bir söz deyir bu tələbəyə, gözəl söz deyir. Deyir, oğlum, sən heç bir səhv etməmişsən ki, üzr istəyəsən. Sən sadəcə öz elmi baxışı bildirmirsən. Yəni, mənim gətirdiyim nəzəriyyəni qəbul edəməmişsən, öz fikri bildirmirsən. Mən sənə qarşı heç bir inciklik duymuram. Çünki insan nəfsini tərbiyə etdikcə başqalarının hərəkətlərinə görə inciməməyə öyrənir. Bax, bu mühüm məsələdir. Mən bunu dünən yox, sırağa ilə bir əziz tələbə bacılarımızdan biri var. Onunla işdə bunu müzakirə edik. Qayıtdı ki, Amil müəllim, niyə bəzi sözləri siz həzm edirsiniz, yəni incimirsiniz sizə bəzi sözləri deyəndə? Deyəm, əlbəttə, mən əxlaq sahibi deyiləm, mən mərifət sahibi deyiləm, amma çalışıram ki, məsəl üçün, bəzi insanları həzm eləyim. Olduğu kimi qəbul eləmək yox. Daha doğrusu, ona haqq qazandırmaq yox. Bir insanı sən dinmirsənsə, o demək deyil, ona haqq qazandırırsan. Xeyr. Bunu açın, xüsusən tələbələr diqqətlə qulaq assınlar. Yaxşı-yaxşı qulağında sirqələsinlər. O əzizlərə ki, mən ərkim çatır, qulağında sirqələsinlər bu sözləri. Sizin kimisə qarşında susmağınız acizlik deyil. Yadda saxlayın. Və bəzi adamlar elə başa düşməsinlər ki, kimsə onlara cavab qaytarmırsa, o demək deyil, sən deyən düzdür, sən haqlısan. Yox, sadəcə adam səni həzm eləyir. Və səlam. Adam səni həzm eləyir. Səni həzm eləyir, səni qəbul eləmir yox, səni həzm eləyir. Nəyəsə xatir yola verir. Adam var, balalarına xatir ərinə bir söz demir, ərini yola verir. Adam var, balalarına xatir xanımını yola verir. Adam var, balalarına xatir qaynanasını yola verir, qaynatasını yola verir, qardaşın, dostun, tanışın yola verir. Bəzi insanlar var, bəzi qonaqlar var, bəzi müsafirlər var, bəzi tanıdığımız insanlar var ki, adam zəngəndə açmaq istəmirsən. Nəyəsə xatir yola verirsən. Həzm edirsən, onu ki həzm elədin, o adamın sənə zərrə söz bir zərrə qədər təsirləmir. Zərrə qədər təsirləmir ha. Heç bir incikliyin də olmur, küskünlüyün də olmur. Sən artıq onu həzm eləmirsən, artıq onu o cür, yəni başa düşürsən ki, bu adam bu tip adamdır. Vəssalam. Əllamə deyir ki, çünki insan nəfsini tərbiyə etdikcə başqalarının hərəkətinə görə inciməməyi öyrənir. Deyir ki, ey əziz tələbə, sənə çox təşəkkür edirəm ki, məni başqa bir aspektdən düşünməyə vadar elədin. Baxın, gör nə gözəl, tamam başqa bir söz deyir, tamam başqa bir sözdür. Tamam başqa bir sözdür.
Görürsünüz, bəzən də gəlib o da kimsə altdan kommentdən yazır, bir ədəbsiz söz yazır. O istəyir ki, biz də ona o cür cavab verək, bizim aramızı pozsun. Axı biz o deyilik. Sən də o deyilsən. Bəli, adam bir balaca qıcıq gəlir, buna baxır, utanmaz, ədəbsiz gəlib orada görünür, bu da ana bacılarımız izləyir, böyle ağsaqqallar izləyir, oradan bir ədəbsiz söz yazır. Yox, zaten bu adam budur. Bu adam evdə də bildirməsə, zaten bu adam öz ailəsinə də qarşı budur. Sadəcə fürsət yaranmır ki, evdə atasının üzünə ağ olsun. Fürsət yaranmır ki, evdə anasının üzünə ağ olsun. Belə insanlar var, illər keçir, valideyn qətlə yetirir. İllər keçir, atasının üzünə ağ olur. Bu adamda bu var, sadəcə bir fürsət yaranmamış, üzə çıxartsın bunu. Başa düşürsünüz? TikTok heç kimi pozmur. TikTok heç kimi pozmur. Facebook heç kimi pozmur. Yadda saxlayın. Instagram heç kimi pozmur. WhatsApp heç kimi pozmur. Adam zaten bu idi. Fürsət yox idi içindəki o qurtları ortaya çıxartsın. O iğrənc şeyləri ortaya çıxartsın. Fürsət yox idi. Görürsünüz, murda nə vaxt iğlənir? İsti olanda. Heç görmüsən, üzürsən bir nəcis, bir sidik, bir nəcis, bir murda soyuqda iğlənsin, iğlənməyəcək. Yox. Elə ki, gün ışığı dəydi, onu iğləndirəcək. Elə ki, fürsət düşdü ələ, hansısa bir sosial şəbəkədə bir dənə şey paylaşsın, hamı görsün, adam bütün çılpaqlığını ortaya qoyacaqdır. Bu da sosial şəbəkənin günahı yoxdur, səhvi yoxdur. Yox, oturmuşuq, söhbət edirik bu da. Allah kəlamından danışırıq. Şəhidlərimizi yad edirik. Xalqımıza, dövlətimizə, millətimizə dua edirik. Cəmaatımıza dua edirik. Nə pisdir? Pis deyil ki. Deməli, problem fərdin özündədir. Şəxsin özündədir problem. Problem budur. Biz bunu həzm elə bilsək, sağ ol şey. Biz bunu həzm eləməli ki, adam budur la qardaş. Nəsə onu döyməklə düzələcək. Əlbəttə döymək yaxşı şey deyil, olmaz. Söymək də yaxşı şey deyil. Adam düzəlməyəcək qardaş. Bu olmur bu adam. Axı bizdə adətdir. Biz başımız bəzən daşdan daşa dəyəndə düzəlir. Təəssüf ki, Allah o məqama gəlib çıxartmasın bizi. Əleyhissalam ki, müminin ən böyük əxlaqı odur ki, kimsə ondan üzr istəyəndə o bunu qəbul edir və heç bir kişini saxlamır. Ona görə deyir, çalışın əfv eləyən olun, çalışın güzəşt eləyən olun. Çünki bizi yaradan da güzəşt eləyəndir, əfv eləyəndir, eyiblərimiz. Nə qədər bizim bəlkə də elə eyiblərimiz var ki, bugün sən bunu açıb danışsan, bugün sosial şəbəkəyə çıxıb telefonu qarşıma qoyub danışsan ki, mən filan kəs adamı belə işlər görmüşəm, heç vaxt eləməliyik. İnsan bilirsiniz hansı səhvləri boyunlamada deyir, yəni mən günahkaram, nəfsimə boyun əymişəm. Baxın, nəfsimə boyun əymişəm sözünün üstünü örtür. İçindəkiləri Allah saxlayır, Allah qoymur açmağa. Çünki bəzi əməllərimiz var ki, onu insan danışsa cəmiyyətə, cəmiyyət ondan uzaq durar. Deyək, huz sənə buna baxır, biz də bunu belə bilirdik. Ona görə əzizlər, mən əvvələ qayıdıram, sözün əvvəlinə qayıdıram, tarixi dərslərdən nümunə götürək. Baxın, bugün Müslüm İbn Əqilin şəhadət gecəsidir. Başda zamanı imamı olmaqla, Əccəlallahu şər olmaqla, bütün əhl-i-beyt dostlarına, sizlərə, qardaş bazılarımıza, xalqımıza başsağlığı ərz edir. Mən bir dənə sual verim sizə. Bu 39 nəfərik. Müslüm İbn Əqili bu qədər şücaətli eləyən nə idi? Kim deyə bilər? Zaten paylaşımda bunu bildirmişəm. Kim baxsa deyəcəkdir. Bax, Əbəlfəz ağanı Əbəlfəz eləyən nə idi? Xanım Zeynəbi Xanım Zeynəb eləyən nə idi? Müslüm İbn Əqili bu qədər kəramətli və ali məqamını eləyən nə idi? Deyəcəksiniz ki, İmam Hüseynə tabe idi, ona görə öz rəhbərinə tabe idi. Onda belə çıxır ki, hər rəhbərə tabe olan bəyəm şücaətli olur. Sizcə nə idi bunları bu qədər uca eləyən? Bax, bunun cavabını istəyirəm sizdən. Çox xahiş edirəm, bu sualıma diqqətlə cavab verəsiniz. Sizcə, Müslümü bu qədər məşhur eləyən, Müslümü bu qədər məqama qaldıran nə idi? Bu qədər kəramətə yüksəldən nə idi? Bu qədər ali bir şəxs eləyən nə idi? Bu qədər təqvalı eləyən nə idi bunu? Sizcə nə idi bu? Bugün Müslüm İbn Əqilin şəhadət gecəsidir. İmam Hüseyn əleyhissalamın Kufə elçisi, öz əmisi oğlu. Niyə bu qədər Müslüm məşhurdur? Bəyən başqa şücaət göstərənlər yox idi? Nə qədər biz tarix şücaət göstərənlər görmüşük, öz rəhbərinə, sərkərdəsinə tabi olan insanları görmüşük. Bəs niyə bunlar bu qədər belə məşhur deyildir? Niyə? Mən çox istəyərdim bu sualın cavabını əzizlər versinlər. Görüm,
həqiqəti nə qədər başa düşə bilmişik. Yaxşı, cavab vermək istəmirsə, qoy mən cavab verim onda. Görəm utanırsınız, cavab vermək istəmirsiniz. Ümid edirəm ki, bilirsiniz, amma özünüz demək istəmirsiniz. Məqsədim sizi burada incitmək deyil, əstəğfurullah. Sadəcə istəyirəm daha yaxşı təfəkkür edək, daha yaxşı düşünək. Yanından canlı yaymasıb yola verməyə, əzizlər, qurban olaram sizə. Yanına o kitab alıb namaz qılmayan, xahiş edirəm. Əyilib qalxmağa nə var? Diriyə şərafətli ölüm nəsib eləsin. Məsələ ölməkdə deyil ki, məsələ necə ölməkdədir. Məsələ yaşamaqda deyil ki, məsələ necə yaşamaqdadır. Və vay o gündən ki, mən yaşayışım Allah istəyən kimi deyil. Vay o gündən ki, yaşayışımda ibadət hiss olunmur. İndi sizcə, Müslim İbn Əqili bu qədər ali eləyən nə idi? Namazları idi. Sən də namaz qılırsan, mən də namaz qılıram da. Qurban olarak Paşayev, Allah sənə dəyməsin. Əziz olasın, əziz qardaşım. Siz də namaz qılırsınız, mən də namaz qılıram. Müslüm də namaz qılırdı. O da saqqal saxlayırdı, o da oruç tuturdu. O da əhya saxlayırdı, qədə-qəzən oyaq qalırdı. Sizcə, Müslüm ilə nə idi? Bunu istəyirəm, bu cavabı istəyirəm sizdən, bu 58 nəfərdən. Yəqin ki, əksərimiz namaz qılanlarıq bu da. Hicab bağlayan bacılarımız da var. Xanım Zeynəb eləyən nə idi? Xanım Məsumə eləyən nə idi? Hamımızın da qəlbi odlarda qum ziyarət üçün, xanım Məsumə ziyarət üçün. Bax, bu şəxsləri bu qədər ali eləyən nə idi? Əbəlfəz ağadır, Müslimdir, Süleyman ibn Əzim idi, Bəssrə elçisi, xanım Məsumə. Bunlar nə idi? Hür özü. Çətindir sual cavab vermək. Yaxşı, mən tamam edirəm inşallah. Bugün düzü sual cavab olmayacaq. Bugün şəhadətli sual cavab olmayacaq. Yeri gəlmişən Qədirxun bayramlarına bağlı. İtaəti, sadiqliyi, şücaət. Bax, bu cavab deyildi da, əziz tələbə. Bizim dəyərli tələbəmiz, Fərqanə xanım. Bu cavab deyildi. Axı, sən də itaətkarsan, sən də yoldaşıva itaətkarsan, atava itaətkarsan, biz də atamıza, valideynlərimizə, deyək hansısa bir rəhbərə, müştehidə, fəqihə, alimə. Cavab bu deyil da. Bəyəm hər itaət eləyən elə olur. Nə qədər itaət eləyən var ki, imama xəyanət elədilər. Cudə İmam Həsənin xanımı idi. Amma imamı qətlə yetirdi. Şəhidlədi. Bu itaət hardan qaynaqlanır? Həqiqi itaət hardan qaynaqlanır? Yaxşı, mən sizin cavabınızı qəbul etdim. Hardan qaynaqlanır bu həqiqi itaət? Bunun bir dənə cavabı var. Bir dənə cavabı var. Biz həmişə nə dua edirik? Məşhur hədisimiz var. Bütün müsəlman dünyasının qəbul etdiyi bir dənə hədis var. Həm əhl-i sünnə qardaşlarımız da bu hədisi qəbul edir, şiə qardaşlarımız da bu hədisi qəbul edir və bu hədisin olmasında heç kəsin şəkki şübhəsi yoxdur. Hansı hədisdir o? Kim zəmanə imamını tanımadan dünyadan köçsə, cahiliyyət dövründə ölən şəxs kimi ölər. Deməli, bunlar imamı tanımışdılar. Adam tanımasa itaat edə bilməz ki. Adam tanımasa tabi ola bilməz ki. Bax, ona görə deyirəm ki, Allah bizə o mərifət yəni tanımaq ərəb dilində, ərəb sözündəndir, tanımaq mənasındadır. Allah bizə o ilahi mərifəti nəsib eləsin ki, Əhl-i Beyt əleyhissalamı tanıya bilək. Zəmanə imamını tanıya bilək. Müslüm eləyən İmam Hüseyni tanımağı idi. Xanım Məsuməni məsum eləyən İmam Rızanı tanımağı idi. Bizi də bəndə aşiq eləyə biləcək, Əhl-i Beyt dostu eləyən yeganə iş zəmanə imamını tanımaq olacaq. Ona görə sual verək özümüzə ki, biz zəmanə imamını nə qədər tanıyırıq? Biz zəmanə imamının qədrini nə qədər bilirik? Sual verirəm sizə, sevdiklərimiz yanımızdadır hamımızın. Saat 8-9 olur, uşaq evə gec gələndə narahat oluruq. Abala, harada qalmısan? Uşaq kursa gedir, məktəbə gedir, düzdür? Burada nə qədər valideynlər var da? Bir doğmamız, əzizimiz, öyrəşdiyimiz saatdan biraz gec gələndə ilk işimiz nə olur? Abala, haradasan? Abala, harada qaldın? Niyə gecikirsən? Falan. Bir dəfə sual vermişik, İmam zaman, niyə gecikirsən? Adama bilirsən nə deyər?
Abratla usta demişən, sənə zəng gələcəkdir. Sənə zəng gələcəkdir abratla. Bax, bu zəng gələcək sənə ki, adama zəng gələcək. Yaxşı da sualı mən sənə verim. Niyə mən axtarmırsan? Niyə narahat deyilsən mən haradayam? Niyə narahat deyilsən? Sən bu qədər sevirsən məni? Budur bizim sevdamız. Hə? Budur bizim eşqimiz. Budur. Sən idin məni İmam Zaman iddiası edən, tez gəl deyən. Nə vaxt qapıdan baxdın mənə gözlədi ki, mən nə vaxt gələcəm? Nə vaxt pəncərədən boylandıq biz ki, imam hardadır? Ancaq cümədən cüməyə gözlədi imam biz. Budur bizim məhəbbətimiz, budur bizim eşqimiz, budur bizim sevdamız. Belə əhd eləmişdi imamla biz. Budur mənim tələbə sevgim, budur mənim müəllim sevgim, budur mənim aşiq olmağım, budur. Əgər budursa, bu sevgi deyil. Adam bir doğmasının yolunu gözləyəndə saatlarla, belə harda qaldın? Bir dəfə də götür da, sən Allaha zəng elə. Deyir, Allah niyə göndərmirsən bu höccətini? Niyə göndərmirsən bu höccətini? İmam Zaman, niyə gəlmirsən? Deyəcək, sən mən nə vaxt yığdın, sən mən nə vaxt axtardın ki, mən gəlmədim? Yanından keçirdim, sənin xəbərin olmadı, gördün? Deyir, biz onu görəndə hamı deyəcək, biz bu kişini görmüşdük. Aldatmayaq özümüzü. Yekə insanlarıq, böyük adamlarıq. Bəhsi daha bəhanə etdiyimiz, az yaşımız yoxdur. Biz daha uşaq deyilik, hər yalana inanaq. Sənin daha 18 yaşın yoxdur. Sənin daha 20 yaşın yoxdur. Sən oğul qız sahibsən, sən nəvə sahibisən. Sən həyatı başa düşən adamsan. Saç saqqal ağarır, saç tökülür, əllər qırışır, üzlər qırışır, yaşlanırıq, bel bükülür. Hələ biz bilmirik sevdiyimiz hardadır, həbibimiz hardadır. Ay Zəhranın Yusifi. Desəm haradasan, o əxlaqın sahibi deyil. O mərifətim yoxdur ki, sənə bu sualı verəm. Allah axır aqibətimizi xeyirləsin. Allah bizi zamanı imamına ayrı salmasın inşallah. Bu qədər. Özdən müğayət olun inşallah. Zamanı imamının təcili zuhuruna Peyğəmbər və al-Peyğəmbər salavatla yad edək. Allahümmə salli alə Muhammed və ali Muhammed və əcil və rəcəhəm. Bir daha başsağlığı ərz edirik. Müslim İbn Əqilin şəhadəti münasibətinə başda zamanı imam olmaqla bütün əhl-i beyt dostlarına başsağlığı ərz edirik.